Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Salamlayıram sizi dəyərli izləyicilər. Xoş gördük sizi bir daha Məhərrəm günlərində. Ümidvaram ki, bizi öz xeyir dualarınızda və məclislərinizdə mütləq yad edir və dua edirsiniz. Allah bütün tutulan əzadarlıqları, verilən ehsanları və məclisləri inşallah ki, qəbul etsin. Artıq bir neçə gündür ki, biz məhz İmam Hüseynin məclislərinin təsiri barəsində danışırıq. Yəni, nə üçün biz bu məclisləri təkrar qeyd edirik və bu məclislərin bizə nə kimi təsiri var və 10 mühüm nöqtəni qeyd etmişdik ki, bəlkə də bu çoxları üçün bəzi tamaşaçılarımızın qeyd etdiyi kimi məlum məsələ idi, bəlli idi, amma bunun üzərində nizamlı surətdə düşünmürdülər. Bu dəfə isə biz artıq bildik və mərifət tapdıq ki, bu məclislər bizə nə kimi təsir qoyur. Dünya və axirətimizə böyük bir təsirləri var. Amma bəzi şərtlər var ki, o şərtlərə də əməl etmək lazımdır. Yəni, necə edək ki, bu təsir bizdə qalıcı olsun və necə edək ki, özümüzü İmam Hüseynin dostları sırasına qoşaq və zamanənin İmam Hüseyni olan İmam Məhdi sahibə zamanın həqiqi dostlarından olaq inşallah. Mən istəyirəm gözəl bir hədislə ki, hamıya bu hədis bəllidir və əksəriyyət bu hədisi əzbərə bilir. Bu hədislə mövzumuza başlayayım. İnnəl Hüseynu misbahul huda və səfinətun nəcah. Və sözsüz ki, biz keçən dəfələrdə də bu hədisi qeyd etmişdik. Hədis bunu deyir ki, həqiqətən İmam Hüseyn hidayət çırağı və nicat gəmisidir. Və biz bu nöqtəni vurğulamışdıq ki, 14 məsum ümumilikdə insanı məqsədə çatdırır. Lakin bunların içində İmam Hüseyn daha tez məqsədə çatdırır. Yəni, hər kəs özü ilə Allah arasında İmam Hüseyni vasitə qərar versə, daha tez öz məqsədinə çatar. Bunu yəni, hədislərdə də biz görə bilirik. Və imamın öz dilindən gözəl bir hədis var ki, bu hədis bizim həyatımızdakı xətəri və təhlükəni göstərir. Yəni, bu xətər bizə İmam Hüseynə yetişməkdə mane olur. İnnə dünya bəhrun əmiq, qəd qariqə fiyhə aləmun kəsir. Dünya dərin bir dəryadır. Çoxları onda qərq olub. Yəni, dünya əgər diqqət yetirməsək, eynilə bir dərya kimi ola bilər ki, bu dəryada bir çox insanlar üzməyi bacarmasalar, qərq olacaqlar sözsüz ki. Və üzməyi bacaran şəxslər də çox azdır. Özü imam işarə edir ki, yəni dünyaya məhəbbət bəsləmin, dünyaya meyl etməyin. Əgər bu dünyaya meyl etsəz, siz bu dəryada qərq olacaqsınız. Necə ki, çoxları tarix boyu bu dəryada qərq olublar. Sözsüz ki, dünya deyəndə bəzi insanlar elə başa düşür ki, ümumiyyətlə gülşənişin olmalıyıq, heç bir iş görməməliyik, ev, həyat qurmamalıyıq. Xeyr, dünya dedikdə dünyaya ürək bağlamaq. Yəni, bu dünya bizim övladımız da ola bilər, bu dünya bizim, nə bilim, hər hansı bir zinət əşyamız, libasımız, geyimimiz və yaxud işimiz, müxtəlif şeylər insanın dünyasına çevrilə bilər. O yüzden də diqqət etmək lazımdır ki, insan bu dünyada öz qəlbini qərq etməsin, özünü məhv etməsin. Və İmam Hüseyn digər bir yerdə gözəl bir hədisdə buyurur ki, Mən kənə bəzilən finə muhcədəhu və muvaddinən alə liqayillahi nəfsəhu fəliyərhəl mə'ənə. Hər kim öz ürəyinin qanından, yəni canından bizim yolumuzda keçməkdən qorxmur və keçməyə hazırdırsa, vətən olaraq özü üçün liqaullahı seçibsə, bizimlə köç etsin, yəni bizimlə gəlsin. Baxın, bir tək məclislərin təsiri önəmli deyil. Məclislər ola bilər ki, təsir qoyur bizə. Hər il biz Məhərrəm ayında iştirak edirik, əzadarlıqlar edirik. Amma necə edək ki, bu qalıcı olsun? Necə edək ki, imamın dəstəsində həmişə olaq, cərgəsində həmişə olaq? İmam özü bizə gözəl yol göstərir. Bunun bir neçə şərtləri var və şərtləri imamın öz dilindən bugün istəyirəm ki, sizə təqdim edim. Hər kim öz ürəyinin qanından, yəni canından bizim yolumuzda keçməkdən qorxmur, keçməyə hazırdırsa
vətən olaraq özü üçün bu dünyadakı müvəqqəti ölkələri, torpaqları yox, liqaullahı qərar veribsə, o bizimlə köç etsin. Burada bir neçə şərt var ki, şərtlərdən biri budur ki, canından keçməyə, yəni bizim üçün nəinki bir tək malını xərcləməyə, nəinki evinin qapısını açmağa, bizim üçün bütün sərmayəsini verməyə hazırdırsa, bütün vücudu ilə hazırdırsa, necə ki 72 şühəda, yəni imamın dostları, imamın səhabələri öz canından, qanından, hər şeyindən imamın yolunda keçməyə hazır oldular və uca məqamlara yetişdilər. İmam bu nöqtəni qeyd edir. Yəni imam demək istəyir ki, bizim bir tək sənin malınla işimiz yoxdur. Əgər bizi seçmisənsə, buyur gəl, canını, malını, əlində olan hər bir şeyi bizim üçün xərcləməyə hazırsansa gəl, biz səni qəbul edirik. Bir şərti budur. Sənin bütün sərmayənlə işimiz var, qeyd etmək istəyir imam. Və Allah Taala bu böyük neməti bizim üçün qərar verib ki, İmam Hüseyn kimi bir neməti bizim bağışlanmağımız üçün, yenidən tövbə etməyimiz üçün, Allahın qapısına getməyimiz üçün qərar veribdir. Bu fürsətdən yaxşı istifadə etmək istəyənlərin ikinci bir şərti var. İkinci bir şərt yenə imamın öz dilindən olan sözdəndir ki, deyir, hər kim liqaullah hazırdırsa, yəni dünyadan çıxmağa hazırdırsa, başını bu dünya ilə qatmırsa, dünya ilə məşğul deyilsə, buyursun gəlsin. Yəni, insan baxmalıdır öz boşluqlarına. Dünyada hansı boşluqları, hansı şeylərlə doldurubdur. Və mən qeyd etdiyim kimi, baxmalıdır ki, insan ona harda ehtiyac var, harda olmalıdır. Yəni, bir tək ehsan verməklə, bir tək məclislərlə bu sadəcə başlanğıcdır. Bunlar hamısı şəraitdir ki, biz imama özümüzü daha yaxın edək, bağışlanaq, tövbə edək və imama yaxınlaşaq. Sözsüz ki, əgər dünən İmam Hüseyn idisə, bugün bizim Hüseynimiz İmam sahibə zamandır, İmam Məhdi sahibə zamandır. Biz həmin bu işləri təkrar oxuyuruq, həmin bu hadisələri oxuyuruq, hazırlaşdırırıq özümüzü ki, öz dövrümüzün Hüseyninə yaxınlaşaq və kömək edək. Boşluqlarımıza baxmalıyıq və baxmalıyıq ki, ümumilikdə bizə bugün harda ehtiyac var? İmam zamanımızın bizə hansı məkanda, hansı zamanda, hansı işlər üçün ehtiyacı varsa, o işləri görməyə çalışmalıyıq. Allahın işi üçün özümüzü fəda etməliyik. Allahın yolu üçün özümüzü fəda etməliyik. Bu dünyadan çıxaraq biz bu işləri görə bilərik və liqaullahı özümüz üçün seçmişiksə, yalnız o zaman biz yəni bu addımları ata bilərik. Digər şərt isə dünyadan köç etmək məsələsidir. Fəliyərhəl kəlməsi işlənir hədisdə. Fəliyərhəl yəni dünyadan köçmək. Dünya səfərlə fərq edir. Köçmək səfərlə fərq edir. Səfər belədir ki, insan səfərə hazırlaşanda heç vaxt evində olan hər şeyini götürmür. Bütün varlığını, bütün hər şeyini toplamır getmək üçün. Səfərə yalnız bizim səfər çantamız olur ki, səfər çantamızı yəni xülasə bir şeylərlə toplayırıq və bilirik ki, biz müvəqqəti gedirik və qayıdacaq. İmam hədisdə deyir ki, köçməyə hazır olan, yəni kim dünyadan köçməyə hazırdırsa, vətən olaraq özünə dünyanı seçməyibsə, buyursun gəlsin. Ustadlar deyirlər ki, bu hədisin şərhində ümumilikdə möminin vətəni olmaz. Yəni mömin şəxslərin vətəni olmaz. Vətəni düzdür ki, bəzi mənbələrdə qeyd olunur ki, sevmək imandandır, amma bir çox insanlar bu hədisdən sui-istifadə edirlər. Həmin o vətən ki, qeyd olunur onun barəsində vətəni sevmək imandandır, həmin imandan sevilən vətən bizim əbədi vətənimizdir. Yəni, nəzərdə tutulan axirət məkanıdır. Hər bir insan ki, mömin şəxsdir, onun imanı var, axirətə sevgisi və məhəbbəti və iştiyaqı olmalıdır ki, onun üçün tədbir və hazırlıq görsün. Bəs deməli, bizə bir çox məsələlərdə yanlış çatdırıblar. Sözsüz ki, burada bir nöqtəni qeyd etməliyəm ki, əlbəttə, öz torpaqlarımızı, vətənimizi qorumaq, onun uğrunda çalışmaq bizə dinimizdə təkid olunubdur. Amma bizim vətən sevgimiz heç vaxt bizim məzhəb sevgimizdən ötə olmamalıdır, irəli gəlməməlidir. Və
Vətən qalıcı olan bir yerdir. Vətən həqiqətdə hədislərdə gələn vətən ki var, imandan biz onu sevirik, qalıcı olan yerə deyirlər, nəinki ötəri olan bir yerə. Və hər zaman insan hazırlıqlı olmalıdır ki, ola bilsin ki, bir gün öz mövqeyyətini, məkanını dəyişsin, öz yerini dəyişsin. Bu onu narahat etməməlidir. Öz torpağını ola bilər ki, müvəqqəti olaraq başqa bir ölkədə yaşayası olsun. Bu onu narahat etməməlidir. İmanına, yəni zəiflik gətirməməlidir, zərbə yetirməməlidir. Onu nəzərdə tutur. Yəni biz bu dünyadakı torpaqlara, ölkələrə, yerlərə, məkanlara ürək bağlamamalıyıq. Bugün bizə harda ehtiyac varsa, orada olmaq bizim vəzifəmizdir və İmam Hüseyn də bunu deyir ki, hər kim bu dünyadan çıxmağa, köçməyə hazırdırsa, yəni qalıcı olaraq bizdən getməyə hazırdırsa, buyursun, gəlsin. Yəni sevgiləri müvəqqəti olmasın, bizə köməyi müvəqqəti olmasın, davamiyyətli olsun ki, biz tarixdə bunun çox nümunələrini görmüşük. Elə o nümunələrdən biri də məhz İmam Hüseynin səhabələridir. Mən istəyirəm bu yerdə söhbətimi dayandırım artıq və mövzumuz daha çox uzanmadan bəhsimizin davamını gələn gündə sizə təqdim edəcəm inşallah. Allahdan diləyirəm ki, inşallah ki, İmam Hüseynin hörməti xatirinə bizim günahlarımızı bağışlasın və tövbələrimizi qəbul etsin ki, özümüzü imamın ləşkərinə, ordusuna yetişdirə bilək inşallah. Allaha əmanət olun, gələn dəfə görüşmək ümidi ilə sağ olun, salamat qalın.